İslam Azəri'nin Kim Kimdir rubrikası təqdim edir. Bugün 8-ci Nur İmam Rıza barəsində danışacağıq. Allahın salamı olsun ona. O həzrət hicrətin 148-ci ilində, Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Musa Kazım övladına babası İmam Əlinin adını verir. Allahın onlara salamı olsun. Künyəsi Əbul Həsəndir. Ləqəbləri Rıza, Sabir, Qəribəl-Quraba, Şəmsuş-Şumus və s. Nəcmə xatun o həzrətin anası olub. İmam Rızanın imaməti hicrətin 183-cü ilində İmam Musa Kazımın Harun tərəfindən şəhid edilməsindən sonra başlayır. İmamətinin ilk dövründə yaranmış fürsətdən istifadə edərək açıq şəkildə fəaliyyət göstərib. Çox sayda şagirdlər yetişdirib. Lakin sonradan xilafətin zülm, repressiya və təqiblərinə məruz qalır. Abbasi xəlifəsi olan Zalım Məmun hicrətin 201-ci ilində İmam Rızanı Mədinədən Xorasana köçməyə məcbur edir. Məmun öz məkirli planı üçün imamı yenə də məcburi şəkildə öz vəliəhdi elan edir. Lakin imam Abbasilərin heç bir hökumət işinə qarışmayacağını bəyan edərək Məmunun planlarını puç edir. Zalım xəlifə öz aləmində hiylə edərək imamın güya ki ilahi elmə sahib olmadığını göstərmək üçün elmi məclis qurur. Lakin bütün oponentlər imamın elmi qarşısında tam məğlub və təslim olurlar. Məmunun heç bir planı nəticə vermirdi. Xalqın İmam Rızaya olan sevgisi və o həzrətin nüfuzu sürətlə artırdı. Nəticədə hicrətin 203-cü ilində Səfər ayının sonlarında İmam Rıza 55 yaşındaykən zalım xəlifə tərəfindən zəhərlə şəhid edilir. İmam Məşhəd şəhərində dəfn olunur. O həzrətin mübarək məzarının olduğu ziyarətgah kompleksi hər il 10 milyonlarla Əhl-i-Beyt aşiqi tərəfindən ziyarət edilir. Bu ziyarətgah dünyanın ən böyük məscidlərindən biri hesab olunur. Burada eyni anda 1.200.000 müsəlman namaz qıla bilər. Öz mehribanlığı ilə tarixdə iz qoymuş İmam Rıza gecələr gizli şəkildə şəhərin yoxsullarına ərzaq yardımları edərdi. Allah hər birimizə o həzrətin ziyarətini nəsib etsin.